Əziz dostlar, deməli belə qoşav almışam. Baxın, bu dəfə azalmışam sayını. 5 ədəd qoşav var, 5 ədəd. Sona qədər baxın. Nəsə elə bir ki, bunları başqa bir ümidlə almışam. Bilmirəm niyə. Görək başımıza nə gələcək, pozaq. Bunu bilirsiniz də, burada 2 eyni ədəd çıxmalıdır. Son günlər şortlar paylaşıram bundan bağlı ki, uduşları yaxşı olur bunun. Baxın, 5, 4. Burada 2 eyni rəqəm. Aha, birinci biletdən çıxıb, gözəl, gözəl. Dedim də, bunlar olanda nəsə elə bir ki, başqa bir his vardı içimdə ki, ona görə azaldım. Görək, bizim yanılacaq hisslərimiz. Axırda pozaram. Diqqətlə o birlərə baxaq. Bir biletdən gördüyünüz kimi şortlar paylaşırdım da, dediyim kimi. Bütün xanalar ola bilər, uduşda olsun. Yaxud bir biletdə 3-4 xanada da ola bilər. Bunda yoxdur. Yoxdur. Ən azından yəqin ki 1 ya 2 manat qoymuş olarlar üstəki yerdə. Deməli 6-6. Getdik, görək burada bəxtimizə nə var. 4 azayın. 4 azayın da olur, elə şey olur. Görürsən birinci çıxdı, bilmirəm. Getdik ikinci biletə. İkinci bilet. Gözəl, yenə 6-6, yenə 6-6. Valla bu ürəyimə damıb ya. Patlatmalıyım, görək. Görək nə var, nə yox. Heç boş oldu. Amma bunu silmək daha maraqlıdır, belə biraz həyəcan vericidir. Bəh, 6. Getdik, görək nə var burada. Ay vay vay vay, 2 azayın. Yəni cəhənnəm heç olmamaqdan yaxşıdır, onun söhbəti yox. 4-2. Elədiyin nə qədər? 6 manat. Uduşumuz oldu. Getdik növbəti. 3-cü bilet. Bunun o pisdir ki, belə bonus falan, nə bilim belə 2 qısa vurma asad, belə şeylər yoxdur burada. Belə düz biletdir də pozun. Belə gördüyün kimi nə çıxdı, çıxmadı heç nə. Bu uduşları bura atar, uduşsuzları. 2 bilet, ikisindən uduş olur. Üstündə pis deyil. Bu da boş oldu. Uşaqlar, axırıncı biletimiz 5 dənə demişdik. 4-ünü pozduq. 4-ündən çıxıb nə qədər? 6 manat pul. Getdik, bu da sonuncu bilet. Deməli, hələ ki yoxdur. Sonuncu xana qalıb, görək burada nə var. Bu da oldu uduşsuz.